Yəni başqa cür elənməsi, özdəki bu dua nə? Dua əslində ixlas məsələləridir. Belə aşkarda eləmək, o bir növ yaltaqlığa daxildir. Belə aşkarda eləmək, o bir növ yaltaqlığa daxildir. Qəlbləri qəzəblə dolur. Sən dua edirsən Allaha, sələfinin etdiyi kimi başçın üçün dua edirsən, onun sabit qalmasından ötürü, Allahın dininə kömək etməsindən ötürü, dua edirsən, baxırsan ki, qəlbləri, gözləri qəzəblə dolur. İçlərində olan çirkinlikləri tökürlər. Çünki qəzəb içindədirlər, həsəd içindədirlər. Çünki Allah bizə böyük bir nimət verir, bax bu ölkəmizdə. Rəhbərin müsəlman olması, Allahın dininə kömək etməsi niməti. Vallahi ki, bu ən böyük nimətdir bizə verilib. Həmd olsun, Allah bu niməti bizdə artırsın. Amin. Lakin biz onların hamısına deyirik. Kimlər ki, qəzəblənirlər dua edəndə, onlara biz Allah Subhanahu wa Ta'alanın söylədiyi kimi söyləyirik. Qul mutu bi gayrikum. Qəzəbinizdə ölün. Allah həmd olsun, Allah bu niməti verib bizə. Və dua edəcəyik. Bu bizim əqidəmizdəndir. Heç kəsi məcbur eləmir. Sıxışdırmır. Biz sələflər bilirik ki, bizim əqidəmizdəndir. Əqidə də qanda axar, damarda axan qandır. Bu mənim damarımdadır. Lakin bu nimət Allahdandır. Həmd edirəm, şükür edirəm Rəbbimə ki, Allah bu niməti məndə, bizdə artırsın. Çünki qəlblər Ər-Rəhmənin barmaqları arasındadır, istədiyi səmtə çevirər. Ya Rabbi, bizim qəlblərimizi sabit elə. Baxırsan ki, dua edirsən rəhbərə, əmin-amanlıqdan danışırsan, xeyri üçün çalışırsan, rəhbərə itaətdən danışırsan, qəzəbdən partlayır. Nifrət, içindəyi nifrətə çıxar üzə. Qarşı çıxmaq insanları çağırır. Əmin-amanlığımızı bunlar parçalamaq istəyirlər, qardaşlar. Onlar istəmirlər ki, sən əmin-aman içində olsan. Heç bir həsəd edən, həsəd sahibi istəmir ki, səndə nemət qalsın. Həsəd edən istəyir ki, nemət verilmiş şəxsdən nemət azalmasın. İstəyir ki, o nemət ondan ümumilikdə geçsin, Allah götürsün ondan. Onlar da istəyirlər ki, bizdə olan bu əmin-amanlıq neməti geçsin. Gözləri götürmür. Allaha həmd olsun, Allah bunu bizi artırsın. Lakin mutu. Allah Subhanahu deyir ki, mutu bi gayrikum. Qəzəbinizdə ölün. Allah istəmədikcə olmayacaq. İnnallaha alimun bi zətis sudur. Allah qəlblərdə olanı, qəlblərdə nə saxlanılır, Allah onları bilir. Hamısından xəbərdardır. وكان السلف يدعون لولاة الأمور في الخطب وفي غيرها. وقال أحدهم لو أعلم، يروى أنه الإمام أحمد ويروى أنه الفضيل بن عياض، لو أعلم أن لي دعوة مستجابة لجعلتها للسلطان. لماذا؟ لأن السلطان إذا صلح أصلح الله به الرعية. فالدعاء للسلطان مهم جدا. وبعض المتعالمين الآن أو الشائرين يقول الدعاء للسلطان هذا معناه محاباة، وأيضا هذا معناه تشجيع للسلطان على الجبروت وعلى الطغيان. احنا ما ندعو له نقول اللهم اهده، اللهم وفقه، اللهم أصلحه. فهم يتهمون الذي يدعو، بينما العكس. السلف يقولون إذا رأيت الرجل لا يدعو للسلطان فاتهمه، يعني اتهمه برأي الخوارج. بينما الحاصل عند هؤلاء العكس، اللي يدعو للسلطان يتهمون بأنه محابي وأنه موافق لهم وأنه هذا، أو أنه يرجوهم يعطونه أو ما أشبه ذلك من التهم الباطلة. نعم. والدعاء للمسلمين وأبيح لمعين كالسلطان. نعم، ما أبيح، السلطان يستحب الدعاء له، لكن تسميته مباحة. تسميته لأنه قال ولي أمرنا فلان بذكر اسمه هذا مباح. وإلا إذا دعا له مجملا فهذا سنة متأكد أيضا. نعم.